Salam müəllimlər, salam hörmətli izləyicilər. İndi isə belə bir maraqlı üslü ifadə vardır. X üstü x bərabər 2 üstü 2 kök altda 200 olarsa x tapın. Yəni müəllimlər burada hər hansı bir düstur falan yoxdur. Sadəcə nə etməliyik biz? Məntiqlə elə cavab almalıyıq ki, məsələn, axırda x üstü x bərabər deyə 5 üstü 5, 10 üstü 10 və s. Belə cavab almalıyıq. Biraz bir sadələşdirək. X-in üstü x bərabərdir 2-nin üstü 200 yaza bilərəm. Kök altda 100 vurulsun 2 kimi yaza bilərəm. 100 vurulsun 2 yaza bilərəm. Bunu biraz sadələşdirəm nə alacaq? X-in üstü x nəyə bərabərdir? 100-dən 10 çıxır. Düzdür? Kök altdan 100-dən 10 çıxdığını yaza bilərəm. 2-nin üstü 10 kök altda 2. Və görürəm ki, yenə də nəyəsə bir nail olma olmur buradan. Biraz sadələşdirmə apara bilərəm. Yəni mən nə edə bilərəm? X-in üstü x bərabərdir. 10 kök altda 2-ni parçalayarım mən. 5 vurulsun 2 kök altda 2-mi yazacağım. Baxın, 2-nin üstü 5 vurulsun 2 kök altda 2 yazdım. İşte bunu biraz sadələşdirsin alacağıq. X-in üstü x bərabərdir. 2'nin üstü 5 və bunun da üzəri 2 kök altda 2 yaza bilərəm. Həqiqətən 2 kökdə 2'ni 5'ə vuranda eyni cavabı ala bilərəm. 2 üstü 5 neçə eləməliyəm? Əlbəttə 32 idi. Deməli x-in üstü x bərabərdir. 32'nin üstü 2 kök altda 2'dir. İndi isə mənlər bu 2'ni də kök altına salsın nə alacaq? Buradan alınacaq ki, x-in üstü x nəyə bərabərdir? 32'nin üstü 2 kökün altında 4 kimi gələcək də. Kökün altında 8 yaza bilərəm. Baxın mən tutaq ki, mən bunun hər tərəfini belə dedim də 1'ə vura bilərəm. Əlbəttə 1'ə vuran heç dəyişmir ki. Xeyr. Mən burada bu ifadə, baxın bunu təkrar yazacağım. X-in üstü x bərabərdir. 32'nin üstü kök altında 8 deyirəm. Düzdür? Mən kök altında 8 deyirəm. Bunu 2 ilə 2'yə vururam. Yəni heç dəyişmir ki. 2'yə vurub yenə də 2'yə bölürəm mən. Sonra isə baxın mənlər bu nə alınır yəni buradan? Alınacaq ki, x-in üstü x bərabərdir. 32'nin üstü baxın 2 vurulsun kök altı 8 bölünsün 2 alınır. Düzdür müəllimlər? Baxın təzədən mən 2'ni kökün altına sala bilərəm. 2 kökün altına nə gələcək? Əlbəttə ki 4 kimi gələcək. Düzdür? Deməli nə alınır müəllimlər? X-in üstü x bərabərdir. 32'nin üstü burada qalır kəsr xəttində 2. Üzərində nə qalacaq? 2 kökün altına 4 kimi gələcək. Düzdür? Deməli kök altda 32 alaram. Baxın müəllimlər. Yaxşı, biraz sadələşdirəm. Nə aldım burada? X-in üstü x bərabər 32'nin üstü kök altda 32 bölünsün 2. Düzdür? Bunu biraz sadələşdirəm nə alaram mən? X-in üstü x nəyə bərabərdir? Deməli 32'nin üstü 2'də 1 vurulsun kök altda 32 yaza bilərik. İndi isə baxın bunlar 32'nin üstü kök altda 2'də 1 neçə edir? Əlbəttə 32'nin üstü 2'də 1 kök altda 32 deməkdir. Buradan da alınır ki x üstü x bərabərdir. Kök altda 32'nin üstü kök altda 32. Deməli axtarılan cavab nə oldu? Bizim axtarılan cavabımız x bərabər kök altda 32 imiş. Sağ olun.